Kəpə zirvəsinə qalxandan sonra izləyicilərim tərəfindən ən çox gələn sual bu oldu ki, orada nə içdin, nə qədər içdin? Təbii ki, burada sual spirtli içkidən gedir və mən orada heç bir spirtli içki qəbul eləmədim. Bunun üçün mənim 3 səbəbim var. Birinci növbədə bu sualı yazan hər bir izləyicimə təşəkkürümü bildirirəm ki, onlar mənə güzgün olaraq mənim kənardan necə göründüyümü göstərirlər. Və ictimaiyyət arasında da belə bir fikir var ki, biz hər gün içirik və yaxud da əlimizə düşən hər bir fürsətdə içirik. Buradan hər kəs demək istəyirəm ki, uşaqlar, mən alkoqolik deyiləm, mən hər gün içmirəm və içəndə də qədərimi bilirəm. Ən azından bir çox hallarda. İkinci səbəb məni bu haykingə Cığır İctimai Birliyi dəvət eləmişdi. Onların Düşbəri evi layihəsi ilə sizi tanış eləmişəm. Mənim isə onların əqidələrinə və gördükləri işə çox böyük hörmətim var. Ona görə də orada mən içə bilməzdim. Üçüncü səbəbi isə insan bəzən sadəcə qoyduğu hədəfə gedib çatmaq istəyir. Əsas məsələ odur ki, yol nə qədər çətin olursa olsun, başınızı qaldırıb ətrafınızdakı gözəlliklərin fərqində olasınız.